Salam millət, hər vaxtınız xeyir olsun. Uşaqlar, hər birinizi salamlayıram dostlar. Bugünkü videomuzda hər birinizi xoş gördük. Uşaqlar, bu günlərdə binary video istəyən dostlarımız üçün videomuz olacaq. Görək bugün nə edəcəyik? Keçən həftə uşaqlar Siqnal kanalında heç yaxşı olmayıb. Yəni açıq deyim sizə, yəni baxın, elə bir həftə idi ki, nə forex, nə binary şəxsən mən qazana bilmədim keçən həftə. Keçən həftə elə yerimdə dayanmışam, saymışam yerimdə uşaqlar və çox çətin idi nəsə. Yəni nə açırdıqsa tərsinə gedirdi. Yəni belə bir şey deyim. Yəni uşaqlar ona görə baxın, bəzən ilk öncədən sizə bir məlumat verin, bəzən deyirsiniz ki, əgər belə pluslar olursa böyük məbləğlə daha çox qazanın. Uşaqlar, baxın, imенно bu vaxtlar üçündür ki, məsəl üçün həftəyə başlayanda görürsünüz ki, əgər siz bu həm psixoloji, həm də ki, bazarda olan faktorlarına bağlı bir şeydir. Birdən görsəz ki, əgər sizdə birinci, ikinci, üçüncü minus gedir, uşaqlar artıq artırmayın, həmən həftə çalışın, itirdiyinizi bərpa eləyəsiniz. Yəni bərpa eləmək bir niyyəti ilə də qaçmayın. Sadəcə treydinizi eləyin, artırmayın uşaqlar. Görürsünüzmü, mən bir də görürsünüz ki, çox olur. Elə 100 dollarla gedirəm. Yəni heç nə dəymirəm. Minus olur, amma balans dözür də millət. Yəni təcrübə göstərir ki, əgər sən disiplindən çıxmasan, sən 2 həftə belə minus eləsən, sən yenə də burada uşaqlar belə hesablamaq lazımdır da, aylıq, illik, yəni nə qədər sən plusda olacaqsan, nə qədər minusda olacaqsan. Uşaqlar, çünki bu təcrübə göstərir. Həqiqətən də bu belədir. Yəni burada gündəlik gəlir kimi hesab eləmək olmur. Elə olur ki, 2 həftə sən ancaq ya yerində sayırsan, ya minusdasan, yəni belə bir şeylər olur. Mən hələ çıxarış eləyəndən sonra uşaqlar 5000-in üstünü görməmişəm, hələ də aşağılardayıq. Bunu biraz artırmaq istəyirəm dostlar, çünki biz görə bilərik ki, burada forex də var, burada stok da var. Kesin də biz stokda bir alım eləmişdik. Bir də bura girim, belə bir göstərici. Coca-Cola da biz alım eləmişdik, görürsünüzmü? Yəni o alım hələ də qalır. Bu sadəcə sizə göstərmək üçün idi dostlar. Yəni burada mən əgər səhəm almaq istəyirəmsə, mənim gərək balansımda normal pul olsun. Mən gərək indi bu balansı hardasa bir 20-30 min dollar eləyəm ki, uşaqlar yavaş-yavaş qaldıram. Hələ ki bu həftə ümumiyyətlə heç nə eləyə bilmədim. Yəni nə elədiysə, siqnallar çox oldu, amma elə bil ki 3-4 gün keyfiyyətli getdi, sonra keyfiyyətsiz oldu. Yəni belə deyim sizə. Ona görə millət disiplindən çıxmaq lazım deyil və belə bir bilgi verdim mən sizə. Əgər siz də həmən Siqnal kanalında olmaq istəyirsə, Siqnal kanalı demək xoşuma gəlmir, amma yenə də mən orada məsəl üçün paylaşdığım paylaşımlar 1 saat, 2 saat müddətinə olur uşaqlar. Ya yuxarı, ya aşağı və kim orada olmaq istəyirsə, aşağıda brokerin linkini saxlamışam, qeydiyyat eləyirsiniz, sadəcə mənə yazırsınız Instagramda və mən sizə əlavə eləyirəm, heç bir ödəniş tələb olunmur. Deməli, millət, bura özündə böyük risk daşıyır, yəni itirə bilməyəcəyiniz məbləği heç vaxt burada risk eləməyin. Bu ay sizin yaxşı gəliriniz gəldi, gələn ayda belə stabil olacaq deyilən bir şey yoxdur. Fərq eləmir, bu istənilən bir bazar üçündür, marjinal bazar üçün və yaxud da ki spotda da ola bilər, hansısa bir şey alarsınız, onun da qiyməti düşər. Yəni uşaqlar, ümumiyyətlə belə bir sistemlərə girdinizsə, siz bilin ki, sizin pulunuz dövriyyədədir və bu dövriyyə sizin əksinizə də işləyə bilər. Ona görə millət, ağılla, başla, təmkinlə və itirə biləcəyimiz məbləğlə biz bura girməliyik ki, biz rahat olaq. Aydın olurmu sizə? Burada olan məbləğ mənim itirə biləcəyim və mənim cibimdən getməyən məbləğdir, çünki qazandığım məbləğdir və bunun üstündə mən hərəkət edirəm. Əgər mən buradan bunu itirsəm, halbuki itirmirəm. Nəyə görə? Çünki uşaqlar görürsünüz. Yəni məndə çox nadir hallarda olur ki, məsəl üçün belə bir əməliyyat olsun, aydın olurmuşsa. Yəni elə bir hallardır ki, məsəl üçün belə bir əməliyyat dostlar, tam olaraq elə bir paternlər var ki, sən orada həqiqətən də görürsən ki, bu çox nadir hallarda olur. Forex-də də əlimizə düşür, burada da əlimizə düşür. Elə bir paternlər olur ki, qiymət həqiqətən də bazı time frame-lərdə, məsələn burada 15 dəqiqədir. Balaca time frame-lərdə məsəl üçün burada bir əməliyyat aça bilərik, elə söhbət eləyə bəlkə açaq bir əməliyyat buradan. Burada biz görürük ki, gedir yuxarı. Yəni onu demək istəyirəm ki, uşaqlar, disiplindən çıxmırıq və hərəkət edirik. İndi isə keçək biz videomuza görə bu günlər nə edirik uşaqlar. Bütün rəsmi linkləri aşağıda saxlamışam və götürüb nə sualınız olsa Instagramda bizə yaza bilərsiniz, məlumatlana bilərsiniz. Gəlin biz burada bir 3 dəqiqəlik 100 dollarlıq əməliyyat aşağı açaq. Artırmıram uşaqlar, 200 dollar, burada bir 500 dollarlıq əməliyyat görə bilərsiniz. Bu səhvən açılmış əməliyyatdır, bu 50 dollar olmalı idi və burada mən 200 dollardan yuxarı əməliyyat götürmürəm. Bu sadəcə bir səhvdir, yəni bura fikir verin uşaqlar. Elə olub ki 100 dollar əvəzinə 1000 dollar əməliyyat da açmışam. Yəni belə şeylərə fikir verin və diqqətli olun uşaqlar.
Amma yaxşı ki, plusla bağlanıb, minusla bağlansaydı, babat məni minusa aparacaq idi. Çünki $500 az pul deyil uşaqlar. Görək burada vəziyyət necə olacaq. Baxırıq uşaqlar, nə görə bilərik? Biz burada görə bilərik ki, gözəl bir tendensiyaya gedirdi yuxarı və nəsə tendensiyaya dayandı. Aydın olurmu sizə? Burada likvidlik yığıldı, gəldilər bu sahəyə dəydilər və biz düşünürük ki, hansı valyutadır? OTC-dir bu. Biz heç şeyə baxmadıq, valyutaya baxmadım. Siz fikir verirsiniz. Mən bir dənə patternə baxdım və düşündüm ki, burada bir short əməliyyat açmağa dəyər. Mən düşünürdüm ki, uşaqlar, burada çiyin baş çiyin, sadəcə bu tərəf bizdə tam ideal deyil, görürsünüzmü? Buradan short əməliyyat, bayaqları dediyim ideal əməliyyatlar, elə əməliyyatlar olur ki, uşaqlar birbaşa, yəni keçid almaq olur və götürmək olur. Çünki bu, əgər bizdə bu sahə qırılsaydı, bu likvidlik yığılsaydı və növbəti dəfə geri qayıdışa biz əlbəttə ki, rahat bir short keçid ala bilərdik. Çünki elə bir ki, bazar elə bir ki, dönür, yəni çönür, belə deyim sizə. Burada sadəcə bax, bunun bir dənə heç bu gəlib çatmayıb bura, görürsünüzmü? Bu tərəf, bizim bu sağ tərəfimiz heç gəlib sol tərəfə çatmayıb, ondan qayıdıb. Amma uşaqlar, təcrübəmə görə belə bir situasiyalarda da olur ki, yenə də baş çiyin baş işləyir və sadəcə buna diqqət yetirmək lazım idi, daha dəqiq olsun deyə. Çünki o dəqiq olur, Forex-də də qəşəng 1-in 2-yə götürmək olur elə bir situasiyalardan. Baxacağıq biz, görək bu günləri nə edə bilirik. Görürsünüzmü? Stabil, standart çıxmırıq, maksimum $200 açıram. Bunlara diqqət yetirmək lazımdır və millət belə olanda siz uzun vadədə, yəni yenə də itirmirsiniz, aydın olursa. Siz martingale ilə artıranda dalbadal. Bəli, elənçinə, məsəl üçün, hə, mən $100 qoyub $500 eləmək istəyirəm ki, mənim depozitim yaxşı olsun, $100 mən rahat itirməyə hazıram. O başqa məsələ, o razgon depozita deyirlər ona, depoziti artırmaq, depoziti tez qaldırmaq ki, normal trade eləyə biləsən. Biz plusla bağlanırıq. Amma uşaqlar, bir də var ki, siz necə deyirlər, olanınız odur və siz trade eləmək istəyirsiniz, onda olmaz uşaqlar. Burada bizim oyda 72 dənə belə bir əməliyyatlarımız var. Fikir verirsiniz, balacadır deyə mən bunlardan yararlana bilmirəm. Mən gəlin biz burada $100 yenə də 3 dəqiqəlik əməliyyat açaq. Düşünürəm ki, uşaqlar, bu hələ də aşağı gedəcək. Belə baxanda hə, trend yuxarı gedir, amma millət burada mən yenə də nəsə görürəm. Elə bil ki, belə gəlirlər, yığırlar, burada stoplar qırılır, ondan sonra yenidən aşağı. Amma biz OTC-dən niyə qalmışıq ki? OTC-dən gedək də biz. Gedək normal valyuta görək, nə var, nə? Asiya Composite Index necədir burada vəziyyət? Aha, gəlin biz 3 dəqiqə buradan da short götürək. Gözəl bir tendensiya, korreksiya, məsələn, Forex-də burada götürmək olmaz. Nəyə görə uşaqlar? Çünki bu biraz aşağı gedib, ondan sonra təzədən gəlib, bunu da qırıb, ondan sonra artıq aşağı hərəkət eləyə bilər. Sadəcə biz burada olduğumuza görə bizə vaxt önəmlidir və bu vaxt ərzində mən düşünürəm ki, qiymət gələr buradan aşağı. Amma görürük ki, yenə də yuxarı gedir. Çünki trend hələ ki, yuxarıdır millət. Burada biraz fərqlidir, yəni biraz fərqli düşünürük. Görürsünüzmü? Getdi. Aha, getdi oranı da götürməyə. Oradan da biz yenə də tak, bir dənə, neçə dənə götürdüm mən? Aha, bir dənə də buradan götürürəm. İndi biz aşağı gələcəyik yəqin ki. Getdi ikinci toxunuş. $300 investisiya olunub. Burada bir də görürsünüz ki, hə, burada satmaq üçün fikir bildirirlər, yəni sata bilərsiniz əməliyyatı istəsəz. Yəni o ən çox siqnallarda bundan yararlanmaq olur uşaqlar. Çünki bir də görürsünüz ki, hə, siqnal gəlib 1 saat, gördün ki, əməliyyat əksinə getdi tam olaraq. Hə, deyir ki, məsəl üçün $100 depozitdir, deyir ki, sənə məsəl üçün $80 ziyandan sata bilərsən. Hə, onda sən satırsan, çünki $20 böyük puldur uşaqlar. $20 pul deyil deyib qırağa atmayın. 5 dənə əməliyyatda $100 yerinə gəlir. Bu çox gözəl bir life hackdır ya, bundan istifadə edin. Yəni bu elə belə deyil. Sizə məsəl üçün elə bir situasiya yarada bilər ki, siz görə bilərsiniz ki, qiymət dəyişir. Xeyirdə siz məsəl üçün aha, düşünürsüz ki, buradan qiymət geri qayıdacaq. Mən götürüm bunu sırazu o saat əməliyyatdan çıxım. Xeyirlə əməliyyatdan çıxım. Yəni bu şans verilir. Əvvəl bu sistemlərdə bu olmayıb, amma indi görürük ki, gəlir dəyir və təzədən gedir yuxarı. Yəni bu momentlərdə siz məsəl üçün deyək ki, $7 ziyanla və yaxud da $3 ziyanla sata bilərsiniz və əməliyyatdan çıxa bilərsiniz. Aydın olurmu sizə? Görürsünüz, bu dəqiqə mən satsam $10 xeyirlə çıxmış oluram. Bizim akademiyamızda var uşaqlar, 3 ildən çox da artıq var o, Telegram üzərindədir. Kimə maraqlı olsa keçid ala bilər. Forex üçün, bu fonlarla işləmək üçün təlimlərimiz hələ hazırlanır uşaqlar.
videolar düzəldilir. Bu biraz ağır söhbətdir, biraz çox çəkir uşaqlar. Həqiqətən də Forex biraz ağır sistemdir, orada işləməyə vaxt çox gedir. Necə deyirlər, çoxdur onun, belə deyək də, zamaroçkası. Onları hazırlayırıq inşallah, o başqa söhbət olacaq. Amma belə akademiyamız var bizim, kim istəsə həmən akademiyada bilgi toplaya bilər. Yəni birinci başlamaq üçün ora yaxşıdır, sonra isə artıq bu tərəfə də müraciət eləyərsiniz. Uşaqlar, az bir saniyə qalıb. Biri plusla bağlandı, hamısı plus oldu. Gördünüzmü? Birinci açdığımız əməliyyat da plus oldu, bu da plus oldu. Superdir məncə, yaxşıdır, qəşəng. Əla bir əməliyyat götürdük. Bir like düşür məncə. Deməli uşaqlar, burada görürük ki, situasiya nətərdir? Situasiya bizdə burada yuxarı gedir. Bir dənə bunları bağlayaq. Aha, biz bunları bağladıq. Bütün ekranımızı təmizlədik uşaqlar. Ekran təmiz olmalıdır, sizi heç nə çaşdırmalı deyil. 15 saniyəlik qrafiklərdəyik və bu nə üçündür uşaqlar? Biz az müddətə trade eləyirik. Başa düşdünüzmü? Yəni burada mən uşaqlar alınmır. Yəni saatlarla ekran çəkilimi, sonra onu montaj eləmək alınmır uşaqlar. Ona görə də biz məcbur qalıram. Məsəl üçün 15 saniyəlik, 3 dəqiqəlik məsəl üçün deyək ki, 1 dəqiqədə 4 dənə 15 saniyə var, fikirləşirsən neçə dənə şam eləyir, aha, həmən şamlarla böyük time frame-də keçid alırsan yəni. Kim siqnal kanalına istəsə uşaqlar gələ bilər, amma yenə də deyim sizə millət, yəni orada da minuslar olur, yenə də özünüz idarə eləməyi bacarmalısınız. Yəni sadəcə mən sizlə paylaşıram. Yəni maraqlı olanlar Instagrama yazarlar, əlavə eləyərəm sizi uşaqlar. Və millət, promokodlar saxlamışam, baxın burada promokodlar var, görə bilərsiniz. Həmən promokodlarla depozitə sizə bonus veriləcək, yəni götürürsüz, promokodları yazırsınız. Biri ilk depozit üçündür, o birisi isə təkrar depozit üçündür. Yəni götürə bilərsiniz, yararlana bilərsiniz uşaqlar. Aha, burada biz belə bir situasiya görürük ki, uşaqlar, buradan belə bir qırılma oldu və yenidən qiymət gəldi həmən bura. Ya və biz buradan yenə də $100 həcmində aşağı əməliyyat açıram. Amma long gedir bu belə baxanda. No, seravno da long getsə də burada elə bil ki, vuzlom strukturu deyilən bir şey var. Bu elə bil ki, belə çönür. Yəni bunu burada saxladılar. Görürsüz? Bu likvidliklər yığılmalıdır. Sadəcə indimi yığılacaq? O artıq biraz sporna situasiyadır. Ola bilər ki, indi yığılmasın. Gördünüzmü? Getdi yuxarı, bastı, getdi və qəşəng bir həqiqətən də burada situasiya görsən ki, deməli higher high, higher low, higher high, higher low, higher high, higher low, lower high, lower low, belə bir şey. Yəni orada belə deyim də sizə, bu Fibonacci-də 5-ci dalğa, sonra da ABC. Belə bir situasiya. Tak, görək. Bildiyin long gedirdi, long girmək lazım idi buna, amma nəsə. Arada bir də görürsünüz ki, bizim beynimiz özü bizi aldadır və düşünürük ki, biz buradan dönəcək, amma uşaqlar bir də görsən ki, gedir. Heç nə də dönmür. Sadəcə bura biraz fərqlidir, binarydir. Ona görə mən buradan short əməliyyat açdım ki, burada olan FVG-ni bəlkə doldurmağa gələrlər. Yəni burada FVG var uşaqlar. Düzdür, bura giriblər, FVG-yə giriblər, amma yenə də deyim ki, sizə burada FVG var. Dəqiqəmiz hələ ki qalır. Gəlin baxaq görək. Hardaydı o bizdə primovolnik. Baxın, burada FVG var və bu zona hələ test olunmayıb, gəlməyib bura. Və bura gəlib buranı qırandan sonra bu artıq olacaq baş, çiyin, baş. Yox, burada nəsə olmadı deyəsən, getdi yuxarı. Gəlmədilər, yoxsa necə olacaq? Nə fikirləşirsiniz millət? Yazın şərh bölməsində. Videonu bəyən, zəhmət olmasa. Bax, kanala abunə olmamısansa abunə ol dostum. Tənbəllik etmə. Bildiriş butonunu aç. Burada biz konkret olaraq səhv elədik. Yəni burada konkret olaraq səhv. İndi səhv deyə gəlib özümüzü düz çıxartsa bomba olacaq. Görək də bu FVG-ni test eləməyiblər. Bilmirəm, indi gələcəklər orada, gəlməyəcəklər. 15 saniyə inanmıram uşaqlar, yəqin ki minus oldu bu. Baxaq. Görək, ağlamaq şey yarayır. Yox, deyəsən, işə yaramaz da. İşə yaramadı uşaqlar. Ağlamaq işə yaramadı və biz burada minus əldə elədik. Gözəl situasiyada əslində yenə də işləmək olar buranı. Sadəcə biraz gözləyib baxmaq lazımdır. Yəni bu döndümü, dönmədimi? 2 dənə açacam $100. Məncə vaxtımız çatmadı prosto. Gəlməlidir ora. Heç axotu yoxdur, yəni yuxarı getməyə. Elə bir ki, görək 3 dəqiqə müddətinə. Deməli 1 dəqiqəmizdə bizim 4 dənə 15 saniyəlik şam var, düzdür? 3 dəqiqəlikdə 12 dənə şam eləyir.
Düz deyirəm millət. Tak, deməli görürük ki, biz buranı test eləməliyik uşaqlar. Əgər bizdə baş çiyin baş əmələ gəlsə çox super bir situasiya olacaq. Belə bir situasiyaları tutmaq lazımdır. Bazarda непонятlı yerlərə girmək lazım deyil. Ona görə mən buradan getmirəm hal-hazırda və gözləyirəm ki, uşaqlar burada hansısa bir patern əmələ gəlir. Və görək bu gəlməlidir aşağı və necəsə bir korreksiya olmalıdır və yaxud da ki, gəlib buranı qırıb aşağılarda bağlanarsa, oyda orada çox gözəl bir korreksiya dala gözləyib qəşəng bir keçid almaq olar. Bura niyə görə qayıdır? Burada yüngül bir FVG var idi. Gəlin biz baxaq ona. Burada belə bir FVG var. Uşaqlar. Yüngül bir FVG var və həmən FVG-ni gedib götürdülər. Görək, nə oldu? Yenə long getdi bu. Yox, olmaz. Olmaz elə. Yəqin ki, zarafat eləyir bizlə. Zarafat olmadı bu uşaqlar. Long getdi bu. Adətən bir də görürsünüz ki, yalançı qırılmalar olur. Görsən ki, gəlir, buranı qırır. Bu əslində yalançı qırılma deyəndə ki, mən düşünürəm ki, o likvidliyin yığılmağıdır. Çünki pastayanı buradan məsəl üçün short açanlar öz stoplarını burada qoyurlar. Sadəcə gedib onların stoplarını yığıb ondan sonra gedirlər aşağı. Mən belə düşünürəm. Yəqin ki, indi də elə olacaq. Prosta nə bilim, amma qəşəng situasiyadır. Yəni bundan yaxşı situasiya hardan tapacağıq? Gözləyək, məncə plus olacaq. Elədir uşaqlar, bir də like eləyirik. Niyə belə çox volatillidir, çox dala qabağa eləyir. O apasındır, heç əl vermir də binary-də o. Dala qabağa getməyə heç əl vermir uşaqlar. Bir də görürsünüz ki, последняя sekunda. Son saniyə. Nə yaxşı açdıq deyəsən əməliyyatı. Necə oldu? Plus, 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 amma bir balaca da bəxt deyərdim, çünki sıxılır millət. Burada gəlin bir dənə də girəyə aşağı. Mən dirəşmişəm millət. Mən düşünürəm ki, bu gedəcək də yəni. Görürsünüz, eyni valyutada qalmışam. Elə bil ki, nətərsə bu belə hiss eləmək olur. Onu uşaqlar hiss eləyirsən ki, bu elə bil belə dönür, yəni belə ağırlaşır, bu tərəfə ağırlaşır, çökür. Belə bir şey olmalıdır da yəni bundan belə atış. Belə situasiyalar tuturuq və canını alırıq uşaqlar bazarın. Çox qorxucuları görürsünüz, belə yerlərdə bizi böyük bazarda da çıxardırlar. Forex bazarında belə yerlərdə bizi çıxardırlar. Bir də görürsünüz stop eləyirlər, sonra gedirlər əks tərəfə. Belə yerlərdə olur hamısı. Ancaq sən səhv eləyirsən demək deyil. İndi elə vaxt olur ki, tam dəqiq ola bilmirik. Qeybi görmürük axı. Yenə də getdilər, görsənmi? Bu iki tərəf var ha. Bu iki yer vurulmalıdır. Yəni bu qanundur. Bunlar ikisi də vurulmalıdır uşaqlar. Bura vurulub getməlidir. Bura gəlməlidir bu. Biz bunun canını alacağıq bu dəqiqə. Tam olaraq situasiyanı işləyirik. Bu iki dənə həmən bu. Bu dip, bunlar ikisi də vurulmalıdır uşaqlar. Gözləyə görə necə olacaq? Deməli, yuxarıda 100 dollarla 2 dənə əməliyyat açdıq. Sonra aşağıda bizim əməliyyatımız var. O da inşallah plus olar. Çünki hələ 1 dəqiqəsinə var. Çünki bura vurulmalıdır bizdə. Mən bunu gözləyirəm, buranın vurulmağını. Buranın vurulmağı bir aşağı bir test, ondan sonra yuxarı yəqin ki davam eləyəcək. Birdən-birə buradan yuxarı getməsi çox ağla sığmaz deyil, yəni mümkünsüzdür. Bu verməzlər uşaqlar. Aha, gedirik, stopları qırırıq, düşürük aşağı. Gözəl bir situasiyadır, super. Videoya düşməyi vəbşi şikarına. Tutmaq olmur millət belə bir momentləri. Necə gedəcək aşağı, baxın uşaqlar. İndi buranı yüngül hiss eləyir. Bunlar hədəfdir. Bu ikisi də hədəfdir. Realni situasiyadır uşaqlar, özə binary-də da, Forex-də deyil. Baxın, Forex-də bu qaymaqdır. Forex-də ümumiyyətlə burada qorxmursan, Forex-də sadəcə oturub gözləyirsən. Burada vaxt söhbəti var millət, vaxtdır da, yəni binary-nin təhlükəsi vaxtdır. Tak. Hərəsinin plusu minusu var. Məsəl üçün binary-də ola bilər ki, getdi görsən o stop, məsəl üçün Forex-də səni stop eləyə bilərdi. Burada stop eləmir. Burada vaxtın var deyə gedir oradan fırlanır, təzədən qayıdır, plus eləyir. Nə bilim, hərəsinin bir tərəfli şeyi var. Forex daha təhlükəsizdir, mən belə düşünürəm. Amma hərəsinin öz zamaroçkası var həqiqətən də. Ən əsası paternləri bilməkdir və təxmin eləməkdir ki, qiymət hansı tərəfə çönür yəni. Bu çök aşağı, bu yuxarı getmir uşaqlar. Bu prosta manipulyasiya. Bu 3 dənə bu yer var ama 1, 2, 3. Belə vurulacaq uzun bir qırmızı ilə. Bir dənə çatdıra bilsəydi bir dənə də əməliyyat açardı oradan. Gəl eləyək 2 dəqiqə müddətinə, gəlin bir dənə də risk eləyək. O birisləri onsuz da götürmüşük demək olar. Bir dənə də risk eləyək 2 dəqiqə müddətinə.
Gedib indi onları minus eləməsin. Ayda, olmaz elə şey. Deyəndə görürsüz, götürürlər, axırda vururlar. Ona görə böyük bazarda biz girəndə ən axırda girməliyik uşaqlar. Bu boyda situasiyanı yemək lazımdır. Bir dənə belə dönən kimi girmək lazım deyil. Prosta binary-də bunların hamısını götürə bilirsən də. Yəni Forex-də götürə bilmirsən. Nəyə görə? Çünki Forex-də böyük time frame-dir və balaca time frame-də niyə görə girə bilmirsən? Orada spread deyilən bir şey var. Spread-də sən belə hərəkət eləyə bilmirsən. Yəni uşaqlar belə deyək, mən də bilirəm binary nədir, mən də bilirəm Forex nədir. No, açıq danışaq da, yəni burada birində belədir, birində belədir. Yəni elə yerlər var ki, burada sərf eləyir, elə yer var, orada sərf eləyir. İndi baxırsan harda da, burada spread yoxdur. Burada promo açdığın yerdən qiymət açılır deyə sən balaca tikləri də tuta bilirsən, amma orada onu eləyə bilmirsən. Bu indi vurub dağıdacaq bunları. Bu nədir ki? Bax gəldi, buna dəydi prosta tak. Bu getməlidir. Bunlar məhv olmalıdır yəni. Baxaq görək. Bu patternləri götürüb siz böyük bazarda da istifadə eləyə bilirsiniz yəni. Burada yanılmaq çox olur. Nətər yanılmaq? Sən qiyməti tuta bilirsən, hansı tərəfə gedəcək. Sadəcə belə bir manipulyasiyalar balaca gəlib sənin vaxtından tez səni oyundan çıxarda bilir. Başa düşürsüz? Belə bir şeylər Forex-də bu sənə təsir eləmir, amma stop eləyə bilər. Məsəl üçün stopun buralarda olarsa gedib dəyib stop eləyə bilər. Burada stop yoxdur. Burada o var ki, uşaqlar gəlib sizi necəsə çıxardar. Ona görə mən böyük time frame-də açıram ki, deyirəm maksimum uzaqlaşsın. Əgər düz olmasa belə biz nətərsə çıxırıq da əməliyyatdan 20 dollar, 80 dollar, 100 dollarlıqda 80 dollar minusuna falan yenə də plus götürdük uşaqlar. Bir dənə də 100 dollar açacağam mən aşağı buradan. Baxın da, yəni bunları biz götürmüşük və bir dənəsində artıq çıxıb gedə bilərik və çıxıb getmək məsləhətdir. Amma əgər mən indi video çəkirəm deyə bunu da eləyirəm, bir dənə də əməliyyat açmışam ki, yenə də aşağı gedəcək və uşaqlar burada əgər mən səhv eləsəm, yəni vaxtı düz təyin eləyə bilməsəm, nə bilim qiymət buralarda dayansa, bu artıq yəni dəqiq olmamaqdan irəli gəlir. Amma sonradan qiymətin aşağı gedəcəyinə yəni əminəm. Burada çünki qiymət aşağı vurmalıdır. Bu aşağı vurmalıdır. Burada çox babat yığılır. Sadəcə indi görək nətər olacaq, necə olacaq, çatdıracağıq mı, yoxsa 100 dolları biz atdıq riskə. Vəsə, yəni əgər biz onu da itirsək, qutardı getdi. Biz çıxıb gedirik. Bizim burada nə azarımız, belə deyək. Götürdüyümüzü götürmüşük, yaxşı da xeyirdir. 500 dollar səhv eləməmsə artıq xeyir var burada. Aha, götürək, bunu da götürsək, vəbşə super olacağı. Görün necə bir situasiya. Bu prosta qırılmayıb uşaqlar. Bunu mən istəyərdim, çox istəyərdim bu videoya düşsün. Oy da düş də videoya, düş də qaqaş. Düş də videoya da brat. Davay da davay aşağı qaqaş, aşağı brat. Davay. Bu binary-də bu situasiyalardan adam biraz çəkinir ki, bu iminli bu belə manipulyasiyalar səni çıxarda bilər yəni son saniyələrdə. Ona görə istəyirsən ki, maksimum uzaqlaşsın və gözəl bir düşüş görürsən. Uşaqların mükəmməl bir düşüş olmalıdır burada. Forex-də qaymaqdır da bu. Ayda, burada prosta fix götürürsən, 85 vəsə. Belə bir şey, stopu atırsan bunun arxasına məsəl üçün. Vəsə, dartırsan, aparırsan. Bunlar hamısı vurulacaq millət. Bunlar hamısı vurulacaq. 5000 dollar balans. Vəsə, uşaqlar, bəsdir da video çox uzun alınmasın deyə neçə dəqiqədir biz artıq çəkirik videonu. Maraqlı idi uşaqlar. Real bir setup'ı işlədik gözünüzün qabağında və gördünüz ki, bunu bu bazarda da eləmək olur, o birisi bazarda da eləmək olur. Uşaqlar, nə sorğu-sualınız olsa Instagrama yazırıq. Telegram üzərində akademiyamızda olmaq istəyirsinizsə 80-dən çox video təlimimiz var orada. Hər şey var sizin yeni öyrənməniz üçün. Yəni istəsəz orada ola bilərsiniz və yararlana bilərsiniz. Siqnal isə uşaqlar, yəni mən paylaşdığım əməliyyatlar, orada olmaq istəyənlər sadəcə aşağıda olan linkdən qeydiyyat edirsiniz və yaxud da ki, qeydiyyatınız varsa promokodla bir depozit eləyə bilərsiniz özünüzə. Yəni promokodlardan yararlana bilərsiniz və necə deyirlər, trade eləyə bilərsiniz uşaqlar. Oldu. Hamınıza uğur və nailiyyətlər, bolca cash. Növbəti videoda görüşərik. Hələlik uşaqlar.